Salam, hörmətli tamaşaçılar. Elios TV-nin vətəndaş mövqeyi efirdədir. Studiyamızın qonağı Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovadır. Salam, Arzu xanım, xoş gəlmisiniz. Xoş gördük Gülşən xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Minnətdaram. Arzu xanım, istəyirəm ki, bugünkü cəmiyyətdə qadınların rolundan, özünü ifadə etmə qabiliyyətindən, ümumiyyətlə, bugün qadın cəmiyyətdə necə aparmalıdır özü, necə olmalıdır, necə görünməlidir, necə eşidilməlidir? Tarixən hər zaman bizim cəmiyyətdə Azərbaycan qanunu, ümumiyyətlə Türk qadınına hörmət, Türk qadınının formalaşmış bir imici ön sıralarda olub. Yəni biz tariximizə də nəzər saldığımız zaman Azərbaycan qadını ilə, Türk qadını ilə fəxr etmişik. Günü bugün də çox gözəl örnəklərimiz var, hər sahədə fəxr edirik. Təbii ki, yolunda getməyən bir şeylər varmı? Var və həyəcan təbili çaldığımız bir neçə sahələr də var. Amma həm təşkilat olaraq, həm şəxsim adına söyləyirəm, bir vətəndaş olaraq hər zaman düşünürük ki, narahat olunan məsələlərə imzamızı qoyaq, işimizi o yöndə daha çox həllini tapmağa çalışaq ki, deyir, bizim də çorbada bir duzumuz olsun. Amma Azərbaycan qadını həmişə düşünmüşəm ki, öz ağlıyla, öz isməti ilə, abır-həyası ilə, yeni gəncliyi və yeni Azərbaycan qadınını götürsək, biliyi ilə, savadı ilə, vizyonu ilə, baxışı ilə, məncə bir çox xalqların qadınlarına örnək qadındır, örnək xanımdır. Sosial şəbəkələr üzərindən götürərsəksə, Gülşən xanım, nəzər salarsak əgər, çox təəssüf ki, bunun iki tərəfi var. Mənfi tərəfi də var, müsbət tərəfi də var. Çox təəssüf, böyüyən gəncliyimiz müsbət tərəfləri görməzdən gələ bilir və ya faydalana bilmir və ya onlara doğru təqdim olunmur, yanlışlardan faydalanır. Amma cəmiyyətimizdə qadının rolu, bugünkü cəmiyyətimizdə qadının rolu hər zaman, hər sahədə özünü təsdiqini tapıb. Hətta mən bəzən görüşlərimizdə deyirəm, bir pilot qadınlarımız yox idi, artıq pilot qadınlarımız da var. Təyyarə idarə edirlər qadınlarımız hər sahədə, tibb sahəsində, təhsil sahəsində, elm sahəsində, dövlət qulluğunda qadınlarımız öncüldülər. Biz onları daha çox cəmiyyətə tanıtmalıyıq və o qadınlarımızın daha çox onların işini, onların biliyini, onların peşəkarlığını önə çəksək, elə bilirəm ki, o yanlış və pis dediklərimiz ələkdən süzülə bilər. Bugün qadının rolu ailədə daha önəm kəsb edir. Ailədə qadınlarımız necədir? Ailədə həqiqətən kişinin gördüyü işi qadın görəndə, qadının gördüyü işi kişi görəndə o səhv düşəndə yerimiz məsələsi biraz uyğunsuzluq olur. Təbii ailə müştərək bir müəssisədir. Təbii əl-ələ vermək, istər fikir mübadiləsində, istər ailəyə maddi baxımdan dəstək düşünərsək, bu müştərək müəssisədir. Amma bəzi məsuliyyət və öhdəliklər var ki, onu qadınlarımız edəndə daha yaxşı olur, daha gözəl nəticələr olur. Bugün boşanmaların sayı hər gün biraz artır. Çox təəssüf. Sizcə boşanmalarda günah kimdə olur? Sualınıza tam cavab verə bilmirəm, çox təəssüf. Bugün boşanmanı qadının və ya kişinin üzərinə qoyaraq. Çünki səbəb bir yöndə və bir faktın üzərində deyil. Kişilərimiz bəzən o biraz məsuliyyət və öhdəlikdən danışdım. Onu yadırğaya bilirlər. Qadınlarımız fərqli yanaşa bilirlər və ya da təcrübəsiz olurlar ailə məsələlərində ki, bura biraz düşünürəm ki, böyüklərin də yanaşması olmalıdır, böyüklərin də fikri nəzərə alınmalıdır, təcrübəsi, necə deyim, bu işdə öncül insanların, peşəkarların da fikri alınarsa, biraz gənclərimiz daha çox təmkin, səbir taparsa, mən elə bilirəm ki, boşanmalarımızın sayı azalar və çox təəssüf, mən bu yaxınlarda belə bir şey də oxudum ki, illərlə artıq evli olanlar boşanmalara getdikləri zaman, yəni yeni evlilər arasında yenə düşünə bilirsən ki, fikir ayrılığı olur və ya şiddətli keçimsizlik olur və ya da çox ciddi bir səbəb olur, boşanırlar. Uzun illər evli qalan insanlar boşandıqları zaman, yəni ona cavab tapa bilmirsən, çox təəssüf, bu da bizi narahat eləyir. Sizcə, qaynana gəlinlə bir yerdə yaşamalıdır ya ayrı? Bu ayrı yaşamaq, ayrı ev büdcəyə bağlı bir şeydir. Olsa nə gözəl. Valideyn dəstək ola bilirsə öz övladına nə gözəl. Bax, mən burada ayırmıram, qız və oğlan olaraq ayırmıram. Əgər valideynin övladına belə bir dəstəyi varsa, nə gözəl. Əgər gənc düşünürsə ki, mən öz ayaqlarım üstə qazanıb bunu əldə eləməliyəm, o da gözəl. Və ya da düşünürlər ki, valideynlərdən imtina edirlər, yəni onların maddi köməyindən biz özümüz iki gənc əl-ələ verib bir şeylər əldə eləyəcəyik. Təbii bunların hər bir halda gözəldir. Çünki gözəl məqsədə xidmət eləyir.
fikrimi yəqin ki anlada bilirəm. Amma mənə sual verərsinizsə ki, bu imkan varsa daha yaxşı olar. Təbii ki, ayrı yaşasınlar, öz məsuliyyətini, öz öhdəliyini anlasınlar, özlərini daha bir-birinə anlada bilsinlər doğru şəkildə. Yəni məsuliyyətlərini anladıkları zaman sabah övlad da dünyaya gələndən sonra ikisinin gücü daha möhkəm olacaq. Amma təbii yenə dediyim kimi biz Azərbaycan cəmiyyəti olaraq, valideynlərimiz valideyn olaraq övladlar evləndi, bitdi, yanaşmırıq. Hələ analar isti yeməyi, bazarlığı, dəstək, kömək. Yəni bu bizim cəmiyyətimizdə var və çox da gözəl bir adət-ənənədir əslində. Hər bir valideyn düşünür ki, övladımıza dəstək olaq. Amma yenə dediyim kimi bunu tələblə, bunu düşünmədən, reallığı görmədən etməklə olmaz. Bunu gərək biraz yanaşma, reallığı dərk edib yanaşa biləsən. Bugünkü gənclərimizə nə tövsiyələr edərsiniz? Düşünürəm ki, yeni gəncliyimiz bu aydınlarımızın, ziyalılarımızın, ümumiyyətlə televiziya kanallarında, kütləvi informasiya vasitələrində, saytlarda daha çox bu maarifləndirmə təbliğatını aparılmağını görsələr, yəni ailə dəyərlərinin, milli mənəvi dəyərlərdə, ümumiyyətlə tariximizlə, ədəbiyyatımızla, incəsənətimizlə bağlı, bizim milli kimliyimizlə bağlı olan işləri çox tez-tez görsələr, çox onları xəbərdar eləsək, onlara daha çox informasiyanı əl çatan eləsək, daha çox onlarla məktəblərdə, universitetlərdə görüş keçirsək, elə bilirəm ki, bu istiqamətdə də yeni böyüyən uşaqlarımıza, gəncliyimizə faydamız toxunacaq. Dünyanın harasına getməyimizdən asılı olmayaraq mən Azərbaycanlı kimliyimi daşıyıram. Mənim qanımda türk qanı axır. Mən Azərbaycanlıyam və Azərbaycanlıların çox gözəl adət-ənənələri var hər sahədə. Fəxr olunası, dünyaya çıxardılası, biraz öncə söylədiyim kimi gərəkən-gərəkməz adət-ənənələr sonradan yaratdıqlarımız da var. Hardansa görüb götürdüklərimiz də var. İçində yaxşıları da var təbii ki. İndi böyüyən uşaqlara bundan imtina etmə, arzulama, gördün istəm axı bir də görürlər də, onun təbliğatı da gedir, yəni sosial şəbəkələrdə çox da görürlər. Yenə də elə fikirləşirəm ki, biz valideynlər, əsasən də biz analar, övladlarımıza o milli kimliyimizi elə yeritməliyik ki, onlara elə o üslubda tərbiyə eləməliyik ki, onlar artıq o məsələ həddinə gəlib çatanda yanlışı və doğrunu ayırt edə bilsinlər. Doğru nədir, yanlış nədir, bunun fəsadları nədir? Çünki analar çox bu istiqamətdə övladları ilə çox işlər aparmalıdır, həddən artıq. Çünki biz bəzən övladlarımıza nə deyirik? Bu sənə, bizə yaraşan bir şey deyil. Bunu həm də biz mütləq belə deməliyik. Bu sənin Azərbaycanlı kimliyinə yaraşan bir şey deyil. Bunun gətirdiyi fəsad bu ola bilər, sağlamlıq baxımından bu ola bilər, yanlış bu ola bilər və ya da sənin düşünülməmiş, tezbazar verdiyin qərar səni bir neçə il geri ata bilər. Yəni, bəzən gənclər sevmirlər bu məsləhət sözünü, amma mən elə bilirəm ki, valideynlər və biz analar o doğru məsləhəti, o maarifləndirməni, o ziyalılarımızın apardığı, bölüşdüyü fikirləri övladlarımıza daim xatırlatmalıyıq. Sevsələr də, sevməsələr də. Bugünkü sosial şəbəkələrdə müəyyən geyimlər geyinirlər, müəyyən... Çox təəssüf. Şılpaqlıq nəyə lazımdır Arzu xanım? Çox təəssüf və bu sözümə görə üzr istəyirəm tamaşaçılardan və sizdən. Bu vulqar geyimlər, qadın hara getməyindən asılı olmayaraq hamımızın evində bir güzgü var da. Amma yəqin ki, güzgüdən öncə bir şeylər beyində başlayıb, beyində bitir də. Ağılda başlayıb, ağılla bitir. Yəqin ki, belə adlandıraram. Güzgüdə gördüyünü beynin ölçüsü yəqin ki, tarazlaya bilmir. Belə düşünürəm. Çünki abır həyanı deyim, isməti deyim, yaraşıb yaraşmamağı deyim, özünün porsiyonlarına görə geyinməyi bilmək, yəqin ki, o da bir ağlın işidir. Çox müdrik və ağıllı olmalısan ki, hər şeyin yerini, hər şeyin qaydasını biləsən. Necə edək ki, ailələrimizi qoruyaq? Biz ancaq və ancaq böyüyən gəncliyimizi gözəl rol modellərin təbliğatını aparmaqla qurtara bilərik. Ən gözəl şeyləri örnək gətirərək, ən gözəl bildiyimizi, ən doğru bildiyimizi baltalamaqla deyil, köstəkləməklə deyil, dəstəkləməklə, daha çox deməklə, daha çox önə çıxartmaqla, daha çox misal çəkməklə düşünürəm ki, gəncliyimizi belə qurtara bilərik.
Qadın mövzusu çox böyük mövzudur. Biz burada saatlarca danışa bilərik. Çünki aparıcı qüvvədir qadınlar, xanımlar. Mən Azərbaycan qadınlarının qarşısında baş əyirəm. Çünki Azərbaycan qadını hər zaman öz məğrurluğu, aliliyi ilə seçilib, fərqlənib. Dünyaya bir örnəkdir. Xatırlayırsınızsa, Ulu Öndərimiz Heydər Əliyev çıxışlarında deyir ki, mən dünyanı gəzmişəm. Azərbaycan qadını kimi gözəl, müdrik heç bir yerdə görməmişəm. Bugün dünyaya bizim Mehriban xanım Əliyeva kimi bir örnəyimiz var. Hər hadisə ilə bağlı, dövlət işində cənab prezidentlə çiyin-çiyinə, ailə məsələlərində, başçılıq etdiyi Heydər Əliyev fondunun işlərini göz önünə qoyduğumuz zaman o qədər gözəl işlərə imza atıb ki, amma bunun hamısının altında Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi, Azərbaycan milliliyi, hər şeyin önündə o gəlir. Minnətdaram sizə. Çox sağ olun. Mən təşəkkür edirəm. Hörmətli tamaşaçılar, ENews TV-nin vətəndaş mövqeyinin qonağı, regional hüquqi və iqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova idi.